Marneuli meriyası şəhərin yeni il bəzədilməsi üçün büdcədən 210.600 lari ayırır və bununla bağlı artıq tender elan edilib. Layihə çərçivəsində şəhərin əsas küçə və meydanlarında mövcud işıqlandırma və dekorasiyaların yoxlanılması, bərpası, yeni işıqların alınması, qurlaşdırılması və bayramdan sonra sökülməsi nəzərdə tutulur. Yeni il işıqları bir neçə əsas ərazini əhatə edəcək. Rustaveli küçəsində Ədliyyə evindən körpüyə qədər mövcud konstruksiyalar qurlaşdırılacaq və əlavə yeni işıqlar alınacaq. Meriya binası və ətrafında yeni kabellər, 2026 yazılı tağ və dekorativ rəqəmlər yerləşdiriləcək. Kanaldan Səməd Vurğun meydanına qədər pərdə işıqları qurlaşdırılacaq. Mədəniyyət evi, yeni də böyüyəcəklər abidəsi və Durmuşxan Mağalaşvili körpüsü də xüsusi işıqlandırma ilə bəzədiləcək. Körpüdə əlavə olaraq 3000 metrlik kabel və 3D konstruksiyalar qurlaşdırılacaq. Tenderdə iştirak etmək istəyən şirkətlər 2 dekabrdan 5 dekabradək müraciət edə bilərlər. Qalib şirkət bütün qurlaşdırma işlərini 23 dekabr 2025-ci ilədək tamamlanmalı, söküntü işlərini isə 20-24 yanvar tarixlərində həyata keçirməlidir. Bununla yanaşı Marneuli meriyası yeni il yolkasının işıqlandırılması və bayram tədbirinin təşkili üçün ayrıca tender elan edib. Bu tenderin dəyəri 78.191 lari təşkil edir.